Hörmətli izləyicilərimiz, bugün sizlərə Maçdağı isməsində Maçdağdan üzü Vişnovka bağlarına gedən yolun üzərində belə bir 2.8 sotun içərisində 4 otaqdan ibarət belə bir evlə tanış edirik. Hardasa 3 sota yaxın həyəti var. Geniş, böyük bir həyətdir. Sol tərəfi, sağ tərəfi, arxa tərəfi yetərincə hasardan enlidir. Yəni proyektlə tikilib, necə lazımsa sənədi paket kupçadır. Qiymət də inşallah videonun sonuna doğru qeyd edəcəm. Darvazası böyükdür. Həyətən yəni bir neçə maşın rahatlıq bir şəkildə bir daxil ola bilir. Burada istəsəniz söhbətgah da yarada bilərsiniz. Boş torpağı sahəsində ağac, gül nə əkməsi mümkündür. Keçəm indi evin sağ hissəsini olanı təqdim edeyim sizə. Onu qeyd edeyim ki, qazı, suyu, işığı hamısı daimidir. Sayğacları da mövcuddur. Bu da evin yan hissəsidir. Kombinin xətləri gördüyünüz kimi o hissəyə çəkilib. Arxası da enlidir. Bunun kimi alt hissəsi padlanlandı. Yerdən kürsülüdür və tam təmirlidir. Evdə son tamamlanma işləri gedir. Çıxalım indi evin otaqlarına sizi tanış edeyim. Bura koridorların hissədir. Gördüyünüz yerdə laminat, aboyları falan hamısı yerli. Sağda yerləşir mətbəx. Belə bir mətbəx hissəsidir. Sonra buradan solda belə bir qonaq otağı. Sağda kiçik bir yataq otağıdır. Bu hissədə digər belə bir yataq otağıdır. Demişdik ki, evin arxasında yetərincə məsafə var. Təqdim edeyim sizə məsafəni gördüyünüz kimi və burada isə digər bir otaqdır. Sonuncu yataq otağıdır. Kombinin xətləri çəkilir. Bu gördüyünüz artıq əşyalardır. Belədir, o bir evlərə aid olan laminatlardır. Bunlar götürüləcək buradan. Bunun uzlaması gücü vurulub hazırdır. Burada da yerləşir sanitar qovşaq və hamam otağı. Aksesuarlar üstündə tam bağlı vəziyyətdə. Və sonda qiymət. Gördüyünüz bu evə qiymət deyilir 95.000 manat. 238-in içərisində paket kupça. Videoda o evində, deməli əstəğfurullah, səhifədə o evində videosu var. Daxil olub baxa bilərsiniz. Ağırlarımızda səhifəmizdə mövcuddur. Bu və digər evlər tanış olmaq istərsəniz, təbii ki, səhifəmizə keçirib baxa bilərsiniz rahat bir şəkildə. Sağ olun, salamat qalın.